uşaqla video çəkənin Allah milyon qat kömək olsun. Bilmirəm neçənci dəfədir artıq təzədən başlayıram. İnanın ki, yəni həqiqətən uşaqla video çəkmək çox çətindir də, kənardan göründüyündən qat-qat çətindir. Demək, bu videonu inşallah tamamlasam sevinəcəm. Çünki Nihada yemək hazırlamalıyam. Bu soyuducuya qoyacaqlarımı soyuducuya qoymalıyam. Başqa işlərim də var. Hamısı da üst-üstədir də. Yəni elədir ki, biri-birinin qabağına keçə bilmir də maalesef. Bilmirəm hansından başlayıb birici. Demək qızlar, axırıncı vlogumda qeyd etdim ki, bəs uzun videoları artıq dayandırmışam da. Yəni vlog çəkmək hələ ki dayandırıram. Çünki həqiqətən də artıq o vəziyyətdə deyiləm. Nəfəs ala bilmirəm, qulağım batıb, gözüm görmür, ayaqlarım rahat yerimir, artıq ayaq üstə rahat dayana bilmirəm. Çox tez yoruluram, istirahətə ehtiyacım var. Ona görə də sonra da balaca bəbişkamız gələndən sonra təbii ki öncəliyim körpələrimdir. Onlar böyüsünlər, sağ-salamat. Ondan sonra da inşallah çəkərəm videolar. Çünki körpə uşaqla video çəkmək çox çətindir. Həqiqətən də çox çətindir. Demək qızlar, qaynanam bizim üçün rayondan pay göndərib. Onları istədim sizlərlə paylaşım. Uzun halda paylaşa bilməsəm də təbii ki aram-aram belə qısa videolar olanda sizlərlə paylaşacağım. Həm azdan çoxdan bizdən məlumatınız olsun, həm də yəni paylaşım kanalımda olsun da. Demək qaynanam dediyim kimi sağ olsun bizə rayondan kənd payları göndərib, payı çox olsun. Allah bütün yaxşı valideynlərini canlı sağ eləsin. Bizim valideynlərimiz də içində. Nihad üçün belə bulkular göndərib qızlar, belə kurasan göndərib. Nihad kurasanın birini yeyir. Daha sonra burada demək nehrə yağı var. Daha sonra burada çolpalar var 2 dənə. Sonra burada şor, süd, bir də həyətlərinin demək narı var, zərdab narı. Mən bəyənirəm olan həyətinin narını, çünki dadlı olurlar. İndi görək bu il necə olublar, qəşəng bol-bol biz də yeyərik. Dediyim kimi Allah bütün yaxşı valideynlərin canını sağ eləsin. İnşallah bizimkilər də içində, qaynanam günündə payı çox olsun. İstədim bunda paylaşım. Uzun video çəkməsəm də istədim kanalımda olsun, qısa formada. Belə qızlar, inşallah ki nəsə yeni videolar çəksəm sizlərlə paylaşaram.